Salam, hər vaxtınız xeyir dəyərli kanalımın izləyiciləri. Bugün mən ictimai bloger Emin Şərəfxanlı yenə qarşınızda. Bugün Ağcabədi rayon Miraxorlu kənd şəhidi, hələ də şəhid statusunu almayan, ancaq ürəklərdə şəhid kimi qəhrəmancasına yaşayan şəhidimiz Əlşad Qəhrəmanovun anım günüdür. Hörmətli izləyicilər, gördüyünüz kimi qəhrəman balamızın ölümündən 2 il keçsə də belə hələ də qəhrəman balamızın məzarı düzəlməyib, məzarın üstü qurulmayıb. Məzarın üstü qurulmamasının səbəbini də gəlin atasının dilindən eşidək. Mənim oğlum komandir tərəfindən öldürülmüş. Bu əsgərlərlə təsdiq edir. Mənim oğlum öldürəndən sonra paltarını dəyişirlər, başqa paltar giyindirlər. Mənim oğlum qan nümunəsi içirir. Hal-hazırda üstünə götürürlər paltar. Birinci qrupdur. BMT testini ekspert təyin edilmişdir. Mənim oğlumu öldürür. Sonra da fotoğraflarını Nə məqsədlə ne məqsədlə mənim oğlum öldürülür, niye öldürülür, nə səbəb öldürülür, birisi gündə mən bilmirəm. Demək söz çoxdur burası, taqətim yox, yəni çox danışa bilmirəm. Demək sözlər çox. Bəzi məmurlar sorğu edir, özüm bilsin ki, mən şəhid varıyam. Respublika mühəbbətində şəhidlər olduğuna görə də mən şəhidimə mən vermirəm. Bir sözlər pasırımız, bana deyirlər ki, sən şəhid olma, mən oğlumu sən şəhid qəbul mənim də qət qələnim olur, mənim oğlum ən ağır cəzasını çəkəcək, mənim oğlum kənd rayonu, mən prezidentim, adımla, müstəntiq nə qərar çıxardı ümumiyyətlə işə aparan müstəntiq? Müstəntiq qərara çağırır ki, hal-hazırda sənin oğlu öldürülən, içərdə verilən, qanunlu cəzasını alacaq. Qanunlu cəzası olur ki, ona 7 il iş verirlər, mən 7 il işlə razılaşıram. Mənim oğlum əgər həyatda yoxsa, bu da ömür işlədir. Mənim oğlum açıqlaması nə səbəb öldürür? Səbəblərdir, mən səbəblərimi açıqlayıram. İndi cinayəti törədən içəridədir, Hal-hazırda içəridə 7 il iş verirlər. 7 il iş verirlər. O da deyir ki, mən bu cinayətləri təhqiyorum. Xahiş edirəm, hamısı çıxsın. Sadəcə cinayətlərin atasından da məhz olmaq istəyirlər ki, atası öz oğlundan o imkan edir. Mənim bu anda oğlum yoxdur. Xahiş edirəm, mən narahat eləmirəm. Mənim elə oğlum yoxdur. Bir oğul ki, öz əsgərini öldürür ki, mənim elə bir oğlum yoxdur. Hətta atası imtina edib övladından ki, əskərə yəni əl qaldırıb, əskərin həyatına qıyıb. Ona görə mənim elə evladım yoxdur. İndi sizin ideyanız nədir burada? Mənim İçəridədir, cinayətkar. 7 günə iş veriblər, mən onunla razılaşmıyorum. Mən istəyirəm ki, olursa, o bilərdirsə, kimdirsə, ən ağır cəza olmasın. Mənim oğlumun həmzalıqlar verilsin. Mənim oğlum hərbidən mən aparanda mühacim edirlər ki, sənin oğlun aparıb öldürürsən. Sadəcə mənim oğlum erməni tərəfindən öldürürsə də, mənim bir qədər yandırmaz. Demək, öz rəyişi, öz yerini bilməyən adamlar tərəfindən öldürülür. Ona görə də mən dövlətimdə hamısından mən kömək istəyirəm, bu işə son verilsin. Bugünkü gündə də özün gördüm, mənim hələ oğlumu məzarının üstün götürməm, ona təzyiq göstərirlər. Qabrəcik, təzdən baxışı şeydir, aləci, mimiki, hər şey oturur, əskərlər üzünə bilən ki, budur. Sonuncu səfər mən bunu görmüşəm. İnşallah Azərbaycanda haqq var, ədalət var. İnşallah. Baxmayaraq ki, haqsızlar da var, ancaq haqqı deyən də var. Haqqı deyən dövlətimiz var, prezidentimiz var, Ali Baş Komandan var, yaxşı məmurlarımız var, şərəfli, ləyaqətli məmurlarımız var. İnşallah səsinizi eşidər.
bir köməklik edərsiz də. Layiqlik cələcəsində alarlar. Mən ona inanıyorum. İnşallah. O cinayət gizlənə bilməz. Layiqlik cəzası dövlət tərəfindən onu veriləcək. Mən ona 100% inanıyorum. İnşallah, əlbəttə ki.